Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Hər birini salamlayıram. Gününüz xeyirli olsun inşallah. Mövzumuz Qur'an-ı Kərimdə yer alan etiqadi ayələr barəsindədir. Biz ötən bəhslərdən başlayaraq Qur'an-ı Kərimdə büt və bütpərəstlik barəsində olan ayələri qısa olaraq siz əzizlərlə müzakirə etdik və dedik ki, Qur'an-ı Kərimdə həm bütpərəstlik anlayışını bildirən sözlər var və eyni zamanda Qur'an-ı Kərimdə büt adları da keçir. Və keçən mövzunun sonunda belə bir sual ünvanladıq ki, ümumən bütpərəstlik necə, nə zaman və niyə yaranmışdı və Ərəbistan yarımadasında bu hansı formada yayılmışdı? Mən ilk növbədə istərdim bütpərəstlik niyə yaranıb bu barədə Əbu Reyhan Biruninin maraqlı bir sözü var, mülahizəsi var. Onu sizin diqqətinizi çatdırıb. Əbu Reyhan Biruni özünün Ət-Təhqiq Malil Hind əsərində bu barədə belə yazır. Ümumiyyətlə, Əbu Reyhan Biruninin bu kitabı yazmaqda da məqsədi çox olduqca maraqlıdır. O deyir ki, mən bir gün oturmuşdum bazarların birində, mənə İslam məzhəblərinin biri barəsində məlumat verdilər və eşitdim bunları və müəyyən bir zamandan sonra həmən məzhəbin öz nümayəndəsini gördüm ki, ümumiyyətlə bunlar elə bir şeyə etiqad bəsləmirlər və düşüncələri tam olaraq başqa bir şeydir. Mən düşündüm ki, hələ bizim yanımızda olan məzhəb barəsində bizim bu qədər yanlış məlumatımız varsa, gör, dünyanın o biri tərəfində olan dinlər, məktəblər barəsində bizə nə qədər yanlış məlumat çatıb və bu Hindistanı araşdırmaq üçün, Hindistanın dini, mədəniyyətini, coğrafiyasını araşdırmaq üçün Hindistana səfər edir. Və bu səfərinin nəticəsi olur Təhqiq Malil Hind. Kitabın qısa olaraq bizim dildə mənası bundan ibarətdir ki, Hindistan haqqında ağla uyğun və ya rədd edilməsi deyilənlərin araşdırılması. Yəni tam olaraq gedib özü yaxından istəyib ki, bunları araşdırsın. Və bildiyiniz kimi Hindistan da bütpərəstliklə məşhurdur və tam olaraq niyə görə bütpərəstlik burada rəvac tapıb, bu barədə məsələyə toxunur. Və fəslin adı bundan ibarətdir ki, fi məbdə'i ibadətil əsnə və keyfiyyətil mənsubat. Bütlərə ibadətin başlanğıcı və onların necə qurulduğu haqqında bir bölmə yazır. Və cümləni bu fəsli belə başlayır ki, məlumdur ki, sadə xalqın təbiəti hiss edilən, gözlə görülən şeylərə meyillidir. Ağıl ilə dərk edilən yalnız alimlər tərəfindən başa düşülür və bunların sayı azdır. Demək, ümumi cəmiyyət daha çox maddi və hiss olunan tərəfə meyillidir, amma rəssamiyal və ağla əsaslanan ümumi cəmiyyət biraz dərk etmir və yaxud onu dərk etməyə çətinlik çəkir. Deyir, əgər istəyirsən mənim sözümü sən özün təcrübə edəsən, yaxından biləsən, sənə belə bir misal deyirəm. Əgər sənə hər hansı bir şəkil göstərsələr və yaxud hər hansı bir şəxsə şəkil göstərsələr ki, bu Peyğəmbərin şəklidir və yaxud Kəbənin şəklidir və yaxud Məkkənin şəklidir, həmən şəxs onu öpəcək, gözünün üstünə qoyacaq, üzünə sürtəcək və elə düşünəcək ki, həqiqətən də bu Allah Rəsuludur və yaxud Kəbənin özüdür. Və bir müddət keçdikcə artıq onunla o şəkil arasında bir əlaqə qurulacaq. Artıq onun o həqiqətini, o şəkildə olduğunu, o parçada olduğunu təsəvvür edəcək. Və üzərindən zaman keçəndən sonra o şəkil, hər hansı bir obyekt, bir müqəddəs forma alacaq. Əbu Reyhan Biruni buyurur ki, bütpərəstlik də tam olaraq bu formada yaranıb. Yəni, bütpərəstliyin mənşəyi insanların maddi tərəfə meyilləri və daha çox hiss olunana özlərinə yaxın bilməsindən qaynaqlanır. Onlar ilk olaraq peyğəmbərlər, ilahi şəxslər, mələklər və s. görüblər ki, bunları daha yaxından, hüzuri şəkildə dərk edə bilmirlər. Onların bir mücəssimə, heykəl yaradıblar və ilk niyyətləri bu olub ki, biz bunları, yəni onları xatırlamaq üçün yaradırıq, qururuq. Amma növbəti nəsillər artıq gələndə bunun əsl mahiyyəti unudulmuş və o bir büt, bir ilah formasında cəmiyyətə hobbuşdur. Əbu Reyhan buyurur ki, sonra
müxtəlif siyasi liderlər öz məsələlərini qabağa aparmaq üçün, cəmiyyəti özlərinə tabe etmək üçün bu bütpərəstlikdən də istifadə ediblər. Demək, Əbu Reyhan Biruni buyurur ki, ilk növbədə bütpərəstlik sadə insanın zehninin məhsuludur ki, o həqiqətə özünü yaxın bilsin. Daha sonra bu sadə insanın zehninin məhsulundan bu siyasi şəxslər istifadə edərək həmən cəmiyyəti bütpərəst bir cəmiyyətə çevirir. Çünki bütpərəst bir cəmiyyəti təslim etmək, öz hakimiyyətlərinə tabe etmək və istədiklərini din adı ilə, ilahi məqsəd adı ilə, mənəviyyat adı ilə bu cəmiyyətə edə bilərlər, ilqa etsinlər. Bu qısa olaraq bütpərəstliyin Əbu Reyhan Biruni tərəfindən təhlilidir və bir o qədər də qəbul olunması bir məsələdir. Və Qur'an-ı Kərimdə demək olar ki, bütpərəstliyin mənşəyi Həzrəti Nuh əleyhissalamın dönəmi olduğunu bildirilir. Bu barədə biz edə bilərik Nuh surəsinin 21, 22 və 23-cü ayələrində baxaq. Bildiyiniz kimi ilk ulul əzm peyğəmbər Həzrəti Nuhdur. Yəni şəriət Həzrəti Nuh əleyhissalamdan başlayır və Quran buyurur ki, Həzrəti Adəm əleyhissalamdan Nuha qədər insanlar öz fitrətinin istəklərinə əsasən Allaha ibadət etmişlər. Amma artıq bu istəklər bir-birinə toqquşduğu və çoxallahlıq yarandığı üçün Həzrəti Nuh əleyhissalam Allah tərəfindən seçilmiş və onları yenidən tək Allahlığa tərəf dəvət etmişdi. Belə bir dönəmdə Həzrəti Nuh əleyhissalam bu bütpərəstliklə üzləşir. Allah Teala Həzrəti Nuh əleyhissalamın dilindən belə bizə bildirir. Qalə Nuh, Nuh dedi, Rabbi innəhum əsəvni və təbə'u mən ləm yəridhu maləhu və vələdəhu illa xəsara. Nuh əleyhissalam dedi, ey Rəbbim, onlar mənə qarşı çıxdılar və mal dövləti, oğul uşağı özlərinə ziyandan başqa bir şey artırmayan kimsələrə öz kafir başlarına tabe oldular. Artıq burada Həzrət Nuh əleyhissalam buyurur ki, bu bütpərəstliyin mənşəyi siyasi bir məsələdir. Yəni kimlərsə hər hansı bir məqamı əldə etmək üçün müəyyən bir mənəvi məsələləri, ilahi dəyəri büt olaraq, bir din olaraq cəmiyyətə təqdim etmək istəyirdilər. Daha sonra Həzrət Nuh əleyhissalam buyurur ki, və məkəru məkrən kubbara. Onlar daha çox böyük bir hiləyə əl atdılar. Onların hiləsi nədən ibarət idi? Və qalu la təzurunna alihətəkum. Onların hiləsi bu idi ki, ey cəmaət, bu Nuh gəlib sizi öz ilahlarınızdan, Allahlarınızdan ayrı salsın. Nə bağda onun sözünə təslim olub bu ilahlarınızı tərk edəsiniz. Və məxsusən bu ilahlarınızı tərk etməyin. Bu ilahlar hansılardır? Vəd, Suva, Yağuz, Yauq və Nəsir. İslam mənbələrindən belə ələ gəlir ki, bu adı çəkdiyim 5 büt əvvəllər salih insanlar olub, Həzrəti Adəm əleyhissalamın nəslindən. Bunlar dünyasını köçəndən sonra şeytan insanları belə aldadıb ki, onları xatırlatmaq üçün bir büt düzəldin. Və onların heykəllərini düzəldib. İlk olaraq o ilahi şəxsləri yada salmaq üçün bunları ziyarət olunurdusa, daha sonra bunun mahiyyəti əvəz olunub, onların özləri ilahiləşmişdi. Və Həzrət Nuh buyurur ki, bunlar çox məkir və hiyliyə əl atdılar. Yəni, cəmiyyəti necə ələ aldılar? Bunlar mənəvi məsələləri təhrif edərək cəmiyyəti ələ ala bildilər. Yəni, özlərini və yaxud hər hansı bir şeyi deyil, mənəvi insanların simasında bunları mənəviyyətsizliğə tərəf dəvət etdilər. Bu barədə dediyimiz kimi İslami mənbələrdə keçir ki, bunlar ya Həzrət Nuh əleyhissalamın övladı olmuşdu və yaxud onun və yaxud Həzrət Nuh əleyhissalamın zümrəsindən gələn şəxslər olmuşdu. Bu barədə hədislər demək olar ki, bir neçə kateqoriyaya bölünür. Amma hər bir halda hədislər bunu təkid edir ki, bu şəxslər, yəni özləri hər hansı bir ilahlıq iddiası olmamışlar, salih insanlar olmuşdu, amma bunları Allah Teala bunları Allah yerinə qoyan bu hakim dairələr olmuşdur. Və biz buradan bu nəticəni alırıq ki, Qur'an-ı Kərim buyurur ki, İlk növbədə tək Allahlıq olmuş, insanlar tək olan Allaha ibadət etmişdilər. Lakin bu tək Allahlıq sadə löv insanlar tərəfindən və eyni zamanda hakimiyyət davası edən insanlar tərəfindən
təhrif olunmuş və çoxallahlıq, bütpərəstlik insanlar və millətlər arasında yayılmışdır. Bu barədə inşallah gələn bəslərdə sizlərlə nisbətən geniş formada müzakirə edəcəyik. Əssalamu aleykum və rəhmətullahi və bərəkətuhu.